Python-da yazılmış proqramın əsasını müəyyən edin. Baxaq. Bizə deməli bir dənə sətr verilib, daha sonra sətr üzrə bizdə bir dövrü alqoritmimiz başladılıb. Deməli t-nin qiyməti baxın buradakı kimidir. Daha sonra x boş sətri verilib və t-yə əsasən bir dövr başladılıb. Deyək ki, h bizdə nədir? T-nin hər bir elementinə bərabər olacaq. Yəni h-ın əvvəlcə qiyməti bizdə böyük L işarəsi, daha sonra n işarəsi, f, o, sıra-sıra bu hər bir hərfi alacaq. Daha sonra deyir ki, bizə şərt veribdir. Hər dövrün daxilində deyib ki, hər addımda bu şərt yoxlanacaq. Deyir ki, əgər ki, kiçik a hərfi h-dan kiçik bərabərdirsə, yəni h-dan əvvəl gəlirsə və ya h bizdə z-dən əvvəl gəlirsə. Bu nə deməkdir? Yəni ki, bu bizdə o deməkdir ki, Latin əlifbasının kiçik hərfləri olsun. Bu qədər. Yəni Latin əlifbasındakı A-dan Z-ə qədər hərfləri bizdən istəyir. Baxıram indi burada. Onlar sonra nə edir? X-in üzərinə gəlir. Gəlin baxaq, sırasından baxaq. Yəni bu o deməkdir. A-dan sonra Z-dən əvvəl gəlməsi, yəni Unicode sistemində A ilə Z-in arasında olmaq deməkdir. Yəni A-dan Z-ə qədər hərflərin olması deməkdir. Deməli dövr başlayır. H-ın qiymətlərini hər səfərdə buradan yazacağam. H-ın qiyməti ilk dövrdə nədir? Böyük L işarəsi. Baxıram şərti yoxlayıram. Şərtdə L işarəsi A ilə Z-in arasındadırmı? Deyil. Nəyə görə deyil? Çünki böyük hərfdir deyə əvvəldə gəlir də bizdə kiçik hərflərdən Unicode sisteminə görə. Ona görə şərtim ödənmir. Keçirəm növbəti addıma. Buradan da bir dənə x-in qiymətini yazaq. Hər səfərində üzərinə gələcəm belə bu formada. İndi L-dən sonra gəlir N hərfi gəlir. N hərfi baxıram, həqiqətən də A ilə Z-in arasında bir hərfdir. Ona görə nə edirəm? Artıq x-in üzərinə h-ı gəlirəm. Yəni ki, N hərfini gəlirəm. Daha sonra üzərinə 1 gəlirəm. Sonra üzərinə x gəlirəm. Yəni ki, x da bizə nədir? Zaten hər iki boş bir sətirdir deyə. X-in qiyməti bizdə nəyə bərabər olmuş olur? X-in qiyməti bizdə N1-ə bərabər olur. N1 formada. Daha sonra növbəti addımda h-ın qiyməti nəyə bərabər olur? F simvoluna bərabər olur. F simvolu A ilə Z-in arasında olduğuna görə yenə x-in üzərinə bir nəsə gəlir, yəni x-in qiymətini dəyişirik. X-in qiyməti olur, h-ın yeni qiyməti f, üzərinə gəlsin 1 və x-in köhnə qiyməti, yəni ki n1. Biz bunları birləşdirəndə x-in yeni qiyməti bu formada olur. f1 n1. Baxın bu formada. Sonra növbəti addımda h-ın qiyməti nəyə bərabər olur? O-ya bərabər olur. O da A-dan Z-in arasında olduğu üçün yenə şərtimiz işə düşür və x-in yeni qiyməti bu formada olacaq. O üstə gəl 1, üstə gəlsin f1 n1. Biz bunu da toplamadakı birləşmə qaydasına görə baxsaq nə olur? O1 f1 n1. Növbəti addımlara baxsaq, artıq sonra gəlir bizdə bir dənə boşluq işarəsi gəlir. Bu formada yəni boşluq simvolu 2, 0, 2, 5. Və mən bilirəm ki, bunların heç biri hərf deyil bizdə. Yəni heç biri A ilə Z arasında deyil. Ona görə nə edəcəm? Yəni bundan sonrasında artıq baxmayacağım şərtə zaten. Çünki bilirəm şərt ödənməyəcək. Və sonra nə olacaq? Dövrümüz bitəcək və x-i çapa verəcək. X-i çapa verəndə də nə alınır bizdə? O1, F1, N1. Baxıram o da bizdə C variantındadır. Deməli doğru cavabımız C variantı.